ildir, 3 ildir boğazımı yırtırdım ki, televiziyalarda əxlaqsızlıq baş alıb gedir. Kimin quyruğunu tapdaladınız ki, birdən-birə hamınız oyandınız. Özdə əxlaqsızlığın kökünü, əsasını qoyanlar indi başlayırlar danışmağa. Niyə? Niyə? 3 ildir mən bağırıram. 3 ildir mənəm deyən ki, əxlaq polisi yaradılsın. Əxlaq polisi yaradılsın və əxlaqsızlar hamısı bir-bir tutulub basılsın. Basılmasın, cərimə alınsın. Haqlı olaraq cərimə alınsın. İndi nə baş verdi? Baxın, az qala televiziyaları əxlaqsızlar maliyyələşdirir. Əxlaqsızların pulu ilə maaş alan o aparıcılar, o nələr. Əxlaqsızlığın kökünü, əsasını qoydunuz siz. Əxlaqsızlıq baş alıb gedir. İndi nəyi düzəldəcəksən?